Hər birinizi yeni vlogumdan salamlayıram, kanalıma xoş gəlmisiniz. Keçən dəfə soruşmuşdum, dediniz ki, səhərlər işə gedəndə hazırlaşmağınız olan vlogları daha çox baxırıq. Ona görə də mən də istədim ki, bu vlogumu belə başlayayım. Səhərdir, işə gedirəm, 9-a qalıbdır. 9-da evdən çıxmalıyam. Birinci saçımı darayım. Saçımı heç yığmamışam, görürsünüz. Nə də ukladka eləməmişəm. Yəni, öz halı budur. Nə yığmışam, nə bir şey eləmişim. Yuyandan sonra. Sadəcə olaraq yatanda ola bilsin ki, buraları əzilib. Nə də filmləməyəcəm. Çünki ad günüm yaxınlaşır. Saçımı gedib rənglətdirəcəm. Ona görə də çalışıram ki, saçımı çox da yandırmayayım. Kraska qoyduracam da onda istər-istəməz saçın ucları biraz qırılıb tökülür. Mən saçı nədə kəşf eləmişəm? Kraskadan sonra kəsdirməyə. Çünki kəstirəndən sonra kraska qoyanda saç qırılır. Ona görə də kraskanı qoyandan sonra saçın üçün kəsdirmək yaxşıdır, sağlam görsənir. Mən gözaltı kremimdir. Bu krem qəşəng bir kremdir. Çox qəşəngdir. Biraz mən makiyajı tez edirəm. Çünki hər dəqiqən öz hökmü var. İşə gedirəm deyə məcburam. Tez bazar. Əslində tez dururam yuxudan. 7-də dururam. Rahimə bağçaya yola salmaqdan vaxtım çox gedir. Bunun için həmişə hava olur. Çox az vururam. Çünki artır. İndi belə eləyim. Əslində bu tanani üzdə pis qalmır. Oturuşu yəni pis deyil. Sadəcə olaraq mənim bu burun hissəmin üstü bura bir qəribə qabıq verir. Kuru da deyil, burnumun üstü həmişə yağlı fason olur. Ancaq bu tanani verəndə qabarır elə bir o şeylər. Nə qədər nəmləndirsəm də, maska vursam da dərimə, üzümə. Yenə də o olur, bilməm niyə. Yəqin ki, lazımdır. Nədir o? Kosmetoloji prosedurlar mənə lazımdır. Dərinin altında olan bir şeydir yəqin ki. Ona görə bu tanani mənim xoşuma gəlmədi. Həm də ki, belə vururam, ağ olur. Bir müddətdən sonra keçir. Rəng elə bir ki, belə ağ olmur da. Rəngi üzü oturur, nədirsə dəyişilir. Heç deməzsən ki, məsəl üçün tanani var da üzümdə. İşıqlı eləyir adamın üzün. Hava küləkli deyil. Ona görə istəyirəm ki, bunu biraz da vurum. Çünki məndə ağam deyə, bu da ağdır deyə istəyirəm biraz tonlaşım. Bronzlaşdırım. Şu bronzerim də qutarıb. Gərək özümə bronzer alım. Siyah. Buralara da belə vurum. Ağ olmasın. Nə renk vurum? Bunu bırak göreyim.
Biraz kölge verdim. Yaxşıdır. Şu bitib deyir məndən əl çək. Dibində var ya ama. Gərək belə saxlayayım ki, bunun dibindəki tökülsün. Qalıb yuxarısında. Şotka da ora çatmır ucu. Neyse, alaram. Təzəsini qeyb alacağım. Mən qaşımı bilirsiniz ilə dolduram. Məndə burada çapıq var. Tenlə. Göz tenindən. Baxın. Bilinmir. Qaşlarım belə necədir sizcə? Yaxşıdır. Biraz teyləmişəm. Elə bir nazikləşdirmişəm. Düzdür, lamina silətdirməmişəm. Onda daha bilinir də belə enliliyi, qalınlığı. Gərək yem elətdirim. Bu həftə həm saçımı rənglətdirməliyəm, həm də laminasiya falan bu şeyləri. Şimdi ümumiyyətlə özümə baxmalıyam, çünki ad günümdür. Fevralın 9-u. Şunu da çəkim bitiririm. Heç mən ümumiyyətlə fikir vermişəm. Makyaj məhsullarını göstərmirəm sizə. Sizə bir söz deyim, mən bahalı makyaj məhsulları istifadə eləmirəm. Mənşəyi bilinməyən kosmetika məhsullarını almıram. Sadəcə olaraq bilirəm ki, məsəl üçün Koreya məhsullarıdır. Mağazaya görə fərqlənir də, arendiyasına görə qiymət fərqlənir. Hamısı elə bir yerdən götürür. Şaçlarda bir mağazin var, illərdir oradan alırıq hər şeyi. Yəni olsun Rexonası falan, olsun şampunu falan, hər şeyi oradan götürürük. Gərək yantardım. Çəkir. İstifadə. Biraz ilerledi, ona göre az vurdum. Все. Hazıram, hazır. Ben de saçımın durumunu vereyim. Highlighter vurmadım. Все. Belə çehray tonu var. Onun həmişə ben biraz vururam. Dağıdıram. Ya olur qəşəng. Bunu da eləyim. Ama səlməydi. Bunda çox oldu bunda. Mən hazır. Necədir makyajım? Kimsə ümumiyyətlə biləndə ki, mən televiziyada işləyirəm. Deyirlər, niyə belə sadəsən? Özünü tərifləmək kimi çıxmasın. Yəni, deyirlər, niyə dodağımı şişirtdirməmsən? Yəni, nə bilim, belə də full makyajda deyilsən. Nə bilim, mənə çatmır belə şeylər. Mən hansı vəzifədə olsam da düşünürəm ki, belə olacaqdım. Çünki mənim təbiətim budur.
deyənləri belə qəribə, özümü belə qəribə hiss edirəm. Deyirəm, mən geridə qalmışam görən, yoxsa belə çox baxımsızam. Yəni özümə şübhələnirəm də. Neysə, mənim indi bu makyajıma nə deyirsiniz? Necədir makyajım sizcə? Abartmalıyam biraz, yoxsa yaxşıdır? Rəylərdə yazarsınız. Gedirəm, artıq işə gecikirəm. Qaçın. Sabah xeyir. Burada xəbərlərə yazılır bura. Bir ərtir, həm ağrım mərkəzində. Sabah xeyir. Mən texnika. Mən deyimə qatacağım. Deyimə qatacağım. Nə oldu? Bu da atölye. Gör neçə aydır bu şubanı geyinmirəm. Ayaqqabımla da patisvet. Məndə də oradan bir paltar o qədər geyinirəm. Elə bir başqa bir paltarım yoxdur. Gerək gelin çıxarım koftalarımı. Ama beşe çatana kimi. Siyah getdi ya. Bu qədər. Çox salam. Çox şey çəkə bilməyəcəm. Çünki işte başım qarışıq olur. Girsin. Yedim eve. Bahçeye yedim eve. Gedirəm, Rahimi götürəm bağçadan, sonra da evə gedirəm. Deməli, dekabrdan ümumiyyətlə hansı aydan soyuq başladı. Ondan papaq başımdaydı, çıxmırdım papaqsız çölə. İlk dəfədir ki, bugün papaq qoymamışam. Vallahi yoruldum. Təngi nəfəs oldum. Tez-tez gəldim, bağçaya çatıram. Rahimi götürürüm, qaçım evə. Qoymuram və tez gəlirəm deyə. İstəmirəm bağçada qalsın. Əslində şimdi gec qutmu. Mən də çıxıram. Deyirəm, oturmasın da burada yazıqdır. Aparım evə. İstə evdə otursun. Mən görən yatılıb. Bir bağçadayım. Salam. Gedək. Gel. Дай руку. Пока, мой хороший, пока. Sağ olun. Саламат. Давай çıxaq. Getdik Rahim. Ver əlimi. Davay. Belə də çəkim. Bu da Rahim. Bu da Ama tez gedək də Rahim. Yaxşı tez gedək. Az
Asfalt yolu və palçıqlı yandan gedirik. Palçıqlı bura. Oradan gedək. Bir də düz get. Əlimi ver. Gəldik, çıxdıq. Gəl Rahim. Davay, geç. Bas, lifti bas. Все. Liftdə də. Buraları da təmizləyiblər. Komendant pulun artırıblar. Blokumuzda qardıblar. Çirkliyi dediler. Gel Rahim çek. Bir gün de yok. Süper. Şöyle saçımın rengine koy. Neyse aldım ona. Bunu aldırdı. Yoksa almasaydım ağlayacaktım. Geç Rahim. Geldi çıktık nihayet. Artık evdeyim. Rahim'den geldik. Bağçadan götürdüm geldim. Acından ölürəm saat 4'də işləyib 25 dəqiqə. Hələ yemək yeməmişəm. Yemək hazırlayıram. Kartof kök, bir də filəni belə bütöv, bir də soğanla. Bunları sup edəcəm. Göstərəcəm necə çox ləzzətli supdur. Bu da iftara yemək kimi qreçka eləyirəm. Mən uşaq vaxtından qreçkanı sevməmişəm heç vaxt. Uşaq vaxtında heç vaxt qreçka sevməmişəm, amma qreçkanı belə bişirəndə xoşum gəlir. İçində kök olanda, toyuq filəsi olanda soğanla qovurub, sonra qreçkanı tökürəm üstünə. Onu çox qəşəng dadlı olur. Şu qovruldu, öndə su töküm üstünə pişsin. Biraz istiot. Çox tökməyəcəm, qırmızı istiot bəs. Bir də sarı kök. Bir dənə məndə biber yoxdur. Gərək bundan sonra biberləri alım, doğrayım. Pol fabrikat edeyim də, atım buz yerinə belə istifadə eləyəndə rahat olar da. Ondan sonra gərək onu eləyim. Su tökürəm. Milyon kimi də qoyacağım qaynasın. Siyah qoyuram, pişsin. Sonra yağın əlavə edəcəm. Və qaynayacaq. Blenderdən keçirtməliyəm. Sonra deyirlər ki, heyf deyil işləmək. Nə var evdə oturmaq? 2 qat işləyir adam. Sadəcə 4'də hələ mən oturub yemək yeməmişəm. Gün orta yeməyimi yeməmişəm. Səhər də elə belə atışdırdım. Gördüm gecikəcəm. Çox da şey eləmədim də. Yəni rahat yemək, yumurta falan yeyə bilmədim. Səhər yumurta yeyəndə yenə o adamı tox tutur da gün ortaya qədər işte. Onu da elə yeməmişəm. Deyirlər ki, işləmək heyf deyil. Gələndən evdə dayanmıram. Hazırla yemək. Oran yığışdır, buranı yığışdır. Hər şeyi də çəkmirəm, düzü. Çalışıram təkrar kimi çıxmasında, amma neyinim ki, ev vlogu belə olur da. Evdə insan neyinir, işlərini görür. Mən də onu göstərirəm. Macundan ürəyim, başım görürəm, narahat da ağrıyır. Həmişə yemək qoyulurdu. Hazır. Dünən eləməmişəm heç nə. Elə yedik. Onu da bitirdik. Siyah, gedim yemeğimi yemişəm. Reçkanı aldım, söndürdüm. Ben buranı silim. Rahimcik. Elim değdi, gözünü ağladı.
göstərir. Qaynatdığım toyuğu süpün içindəkini çıxartmışam, bütöv qoydum bura. Bunu didişdirəcəm. Yəni keçirik. Bunu keçirik. Filəni də belə didişdirdim. Didişdirdim özlə. Əlavə edirəm bura və nanə qurusu əlavə edirəm. Qarışdıraq. Nilay elə xoş deyir ki, bu supu. İndi gəlir deyib, çıxdım dərsdən. Özü gəlir. Bizə hazır. Çox qəşəngdir. Çox ləzzətlidir. Əgər uşaqlarınız su xoşlamırsa belə yoxlayın. Əladır. Bəlkə də çox adam bunu eləyir. Və həqiqətən ləzzətlidir. Mən bunu təzəlikcə kəşf eləmişəm. Bilmirəm, ikinci, üçüncü dəfə pişirirəm. Axşama yeməyim hazırdır. Canım qurtardı. Gedim video editləyim. Biraz da istirahət edeyim. Rahim yatıb. Dincəlim. Heç kim yoxdur evdə. Bir Rahimdir, bir də mən.